Əziz izləyicilər, qeyd etdiyimiz kimi, bəli, 2025-ci ilin yekunlarını da biz burada müzakirə etməyə bilmərik. Bugün iqtisadi yekunlara dair bir müzakirəmiz olacaq. Studiyamızda İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyüp Qərivlidir. Eyüp bəy, xoş gördük sizi. 2025-ci ilin sonuna 12 gün qalıb. Sizin bir iqtisadçı ekspert olaraq, bu ili təhlil edərkən, bugünə qədər indi, bu gecə də artıq Ermənistana yanacaq bəli getdi, kommersiya məqsədli. Mən istəyərdim, ümumiyyətlə, iqtisadçı ekspertlər üçün çox zəngin mi oldu? Yəni, məsələn, ötən illə müqayisədə bu il? Sözsüz ki, bu ilin müəyyən biz müsbət qiymətləndirə bilərik bəzi iqtisadi göstəricilərə əsasən. Ümumiyyətlə, qlobal iqtisadi göstəricilər var və hər bir belə deyək, ölçü vahidini götürəndə həmin o parametrlərə sökənirlər. İqtisadçılar əsasən də bu araşdırma ilə bağlı olanda. Biz bu il ölkə iqtisadiyyatını, makroiqtisadi göstəriciləri sabit və belə də az da olsa artımlar müşahidə etdik. Əlbəttə ki, bu ümidverici bir proses idi və ötən illə müqayisədə müəyyən sahələrdə artımlar müşahidə oldu. Mən bu ilə əsas xas olan bəzi məlumatları xatırlatmaq istərdim. İlin əvvəlində bilirsiniz ki, ölkədə minimum əmək haqqı artırıldı, pensiyalar indeksasiya edildi 9%, ölkədə makroiqtisadi xarici borcumuz belə deyə artmayıbdır və daha da azalma baş veribdir. Ümumi daxili məhsulda artım var, iqtisadi artım proqnozlara uyğundur, 2 və 3% civarındadır və əlbəttə ki, bununla yanaşı həm də iqtisadi layihələr də həyata keçirilmişdir. Bu iqtisadi layihələr mən əsasən enerji təhlükəsizliyi ilə bağlı 8 noyabr belə deyək, Mingəçevirdə enerji bilirsiniz ki, istehsal müəssisəsinin açılması, digər tərəfdən Ağdam Sənaye Parkının belə deyək, artıq fəaliyyətə başlaması və orada müəyyən istehsal sahələrinin həyata keçirilməsi, iş yerlərinin açılması, Zəngəzur dəhlizi ilə bağlı Ağbənd nəqliyyat qovşağının artıq inşa edilməsi və artıq bilirsiniz ki, Ermənistanla sülh müqaviləsinin, belə deyək də, paraflanmış sülh müqaviləsinin bağlanması, digər tərəfdən əsas vurğulamaq istədiyim sahə qeyri-neft sektorunun müəyyən artımıdır ki, bu da neftdən asılılığı azaldır və hökumət tərəfindən həyata keçirilən iqtisadi diversifikasiyanın, belə deyəm, ilkin bəhrələrini artıq hiss edilib. Bu ilki büdcədə qeyri-neft sektorunun artımı müəyyən 5%-də yüksəlmişdir. Əlbəttə, bununla yanaşı müəyyən təhdidlər də, iqtisadi çətinliklər də mövcuddur. Bu, əsasən neft sənayesində, enerji sahəsində daralma ilə bağlı idi. Bilirsiniz ki, müsbət saldo aşağı enmişdir 2,5 dəfə. Bu da neft sahəsində hasilatın azalması ilə bağlıdır. Bəzən hallarda qazın qiymətinin belə deyək, aşağı düşməsi bəzi büdcə gəlirlərinə mənfi təsir göstərmişdir. Lakin bütün bunun fonunda qlobal risklər və təhdidlərə baxmaraq, bütün bunun fonunda iqtisadi belə deyək, artımı müsbət qiymətləndirmək olar, iqtisadi müsbət qiymətləndirmək olar. Çünki statistika əsasən orta əmək haqqında da 10% artım müşahidə olunmuşdur. İnflyasiya belə deyək, bəzi sahələri, ayrı-ayrı sahələrdə yüksək olduğu halda ümumi inflyasiya belə bir rəqəmli qeyd etmək olar artımını, bir rəqəmli ədədlər qeyd etmək artımını olar. Digər tərəfdən, belə deyək də, manatın sabit qalması, bu da bir makroiqtisadi göstəricilərin yüksək olmasına bir əlamətidir. Eyüp bəy, dünyada gedən prosesləri bilirik, izləyirik və bu da nə qədər siyasi görünsə, iqtisadi cəhətdən belə bir deyim də var, iqtisadi əslində resurslar uğrunda mübarizə gedir. Yəni, dünyada gedən proseslərin Azərbaycan iqtisadiyyatına ən çox ziyan vurduğu o qol, istiqamət, hatta hansı tərəf deyək? Varmı? Əlbəttə ki, siz yaxşı vurğuladınız, düzgün vurğuladınız. Bugün dünyada çox təhdidlər böyükdür və siyasi, iqtisadi mübarizələr gedir. Bilirsiniz ki, Rusiya-Ukrayna müharibəsi kəskin formada davam edir. Yaxın şərqdə müəyyən, belə deyək, münaqişələr davam edir və bütün bunlar dünyada qeyri-sabit iqtisadi mühit yaradır. Bu qeyri-sabit iqtisadi mühitdə iki əsasən təsirləri var. Bir, bildiyiniz kimi hazırda neftin qiyməti aşağı düşür, enerji resurslarının qiyməti bəzi
hallarda aşağı düşür. İkinci məsələ, investorlar daha ehtiyatlı davranır. Bu da investisiya mühitinə mənfi təsir göstərir bu hallar və əlbəttə ki, bu hallarda ölkədə müəyyən ciddi iqtisadi təhdidlərdə üzləşir. Qeyd etdiyimiz kimi bizim iqtisadiyyatımız daha çox neft ixracatından asılıdır. Bu gün Rusiya ilə Ukrayna arasında olan müharibə enerji tranzitləri üzrə ciddi, belə deyək də, logistika üzrə ciddi problemlər yaradır və bu gün Avropa, bilirsiniz, həm də Rusiya tətbiq edilən sanksiyalar dolayısıyla müəyyən formada Azərbaycanın da müəyyən məhdudlar, çətinliklər yaradır. Belə ki, Rusiya bizim əsas ticari tərəfdaşlarımızdan biridir. Əhalimizin bir qismi daha çox Rusiya ilə ticarət edir. Əhalimizin bir qismi Rusiyadan geri, belə deyək də, ödənişlər həyata keçir, köçürmələr həyata keçir. Bu baxımdan əlbəttə ki, çox qlobal iqtisadi risklər var. Lakin hesab edirəm ki, mən onun üçün müsbət qiymətləndirirəm 2025-ci ilin iqtisadi göstərən. Bu qlobal təhdidlər və risklər çərçivəsində hesab edirəm ki, müəyyən iqtisadi inkişafa və artıma nail olunması özü də ciddi iqtisadi strategiyadan xəbər verir. Ciddi siyasi, iqtisadi strategiyada böyük bir siyasətdir və Azərbaycan prezidentinin də siyasi görüşlərində mütləq şəkildə enerji məsələlərində də toxunulub. Slovakiya səfəri, Birləşmiş Ərəb Əmirlikləridir, Səudiyyə, Amerika Birləşmiş Ştatları. Mən istərdim bu görüşlər haqqında və Azərbaycana bu il imzalanmış sazişlər və əldə olunmuş razılıqlar gələcəkdə nələri vəd edir? Bəli, bu il onun da qeyd edək ki, ölkəmizin həm də xarici ticari tərəfdaşları artmışdır. Artıq ölkəmiz 10 Avropa ölkəsi ilə sazişlər imzalanmışdır. Digər tərəfdən Türk dövlətləri ölkələri ilə daha ciddi, sıx əlaqələr yaratmışdı. Bircə investisiya fondu yaratmışdır ki, sözsüz ki, bu da regionda ölkənin həm mövqeyini daha möhkəmləndirir. Digər tərəfdən ölkəmizin enerji, belə deyək, ixracatçısı kimi, belə deyək, sabit və daha çox geniş imkanlara malik olmasını Avropa üçün də bir tərəfdaş kimi sübut etdi. Əlbəttə ki, ölkəmizin bugün ixrac coğrafiyası genişlənir. Amerika ilə qeyd etdiyiniz kimi bağlanmış sazişlər, həmçinin Birləşmiş Ərəb Əmirliklərində cəlb olunan investisiya, bilirsiniz ki, Nasdaq şirkəti 250 milyon dollara yaxın işğaldan azad olmuş bölgələrimizə investisiya açacaq və ölkədə aparılan həm də yaşıl enerjiyə keçid, belə deyək, prosesi ölkənin enerji infrastrukturunun genişlənmə və enerji potensialını artırır. Həmçinin bilirsiniz ki, Qara Dənizin, belə deyək də, dibi ilə Kabel, Rumıniya biz yeni yaşıl enerji ixracatçısı kimi sazişlər bağlanıb. Digər tərəfdən mən bir daha vurğulamaq istəyirəm. Şərq-qərb istiqaməti üzrə logistika və nəqliyyat infrastrukturunun genişlənməsi, yük daşımalarının belə deyək, səviyyəsini və həcminin artırılması, bu qeyri-neft sektorunun inkişafına və neftdən, belə deyək də, o kəsilmiş valyuta daxil olmanın digər istiqamətdə təmin edir və mən hesab edirəm ki, gələcəkdə ölkənin nəqliyyat və logistikadan gələn tranzit haqları neft sənayesində işçiləri kompensasiya etməyə böyük imkanlar yaradacaq. Bu da ölkəmizin həm unikal coğrafi mövqeyi ilə asılıdır, çünki bilirsiniz ki, nəqliyyat qovşağı olaraq ölkə həm də şimal-cənub istiqaməti üzrə, belə deyək, imkanları, yol və nəqliyyat imkanlarını malikdir. Bəli, böyük bir xabdır və bu da bizə unikal imkanlar yaradır ki, həm şərq-qərb, həm cənub-şimal istiqaməti üzrə böyük logistika və nəqliyyat qovşağına tranzit gəlirləri əldə edək. Mən iki ölkənin deməli, münasibətdə iqtisadi göstəricilərin hansı tempdə inkişaf etməsi ilə bağlı soruşacağım. Birinci, Çin. Çünki bu il Çinlə çox yaxınlaşdıq. Dövlət başçıları səviyyəsində görüşlər oldu. Çin iqtisadi anlamda hər kəsə dərs keçə biləcək hətta qüvvədə deyən, dünyaya meydan oxuyur, belə deyək. Və bizim Çinlə yaxınlaşmamız, vizanın ləğv olunması, bəli, bu iqtisadi anlamda bizə, düzdür, bu ilin ortasından bu baş verir. Yəni, gələnli biz bütöv bunu yaşayacağıq. Nə gözləyək, yəni Çinlə daha da yaxınlaşan bu əməkdaşlıqdan? Bir də təbii ki, İranla münasibətlərdə iqtisadi gözləntilərimiz nə ola bilər? Çünki İran da bu ili heç də belə sabit keçirmədi. Müharibə 12 gündə olsa, yəni ölkə sarsıldı. Bəndər Abbasda baş verən böyük bir, çünki bu təhdidlər, bu problemlər vardı, yəni görünür. Bilirsiniz, ölkəmiz çox mürəkkəb bir regionda yerləşir, həm də maraqların kəsişdiyi bir regionda yerləşir. Yəni tarixən
həm İpək yolunun burada belə deyək kəsişməsi, həm digər qeyd etdiyim kimi daha şərq-qərb və şimal-cənub istiqaməti üzrə yolların burada kəsmə unikal imkanlar yaradır və bu regionda daima maraqların konflikti, maraqların kəsmə, iqtisadi maraqların üst-üstə düşməsi problemləri yaşanır. Bu gün əlbəttə iqtisadi mən hesab edirəm uğurlardan da biri Çinlə bizim iqtisadi əlaqələrimizin daha yüksək səviyyə artması, iqtisadi dövriyyəmizin daha yüksək səviyyədə artması. Tək bu il Çinlə ölkəmiz arasında 700 milyon dollara yaxın dövri olmuşdu. Bu ötən illə müqayisədə 2 dəfə çoxdur. Gözəl. Və bu hesab edirəm ki, gələcək bizim Çinlə əlaqələrimizin əsasını qoyubdur və biz gələcək daha çox bəhrələnəcəyik bu əlaqələrdən. Sözsüz ki, viza rejiminin ortadan qaldırılması unikal imkanlar üçün həm Çin sahibkarlarına ölkəmizdə fəaliyyət göstərmə. Mən bir məsələni vurğulamaq istəyirəm. Bu gün bilirsiniz, Çin dünyanın böyük bir fabrikidir və ixracatçı ölkəsidir. Əgər biz bir anlıq təsəvvür etsək ki, Çin müəyyən müəssisələr gəlib Azərbaycanda kiçik fabrik istehsal sahələrini qurub buradan Avropa daha yaxın olduğu üçün, belə deyək, məsafəni qısaltmaq üçün müəyyən burada investisiyalar bilərlər. Bəli, realdır və kiçik hətta emal sənayesi ilə inkişaf etdirə bilərlər. Bu bir qismdir. İkinci qism əlbəttə ki, bu gün Çinin çox böyük marağındadır ki, Azərbaycan üzrə Avropa qısa öz məhsulların çatdırılması üçün bilirsiniz, orada 40 günə qədər belə deyək, daha sürətli daşımalar, yük daşımaları həyata keçirilir. Digər tərəfdən bu həm də tariflərə müəyyən aşağı, belə deyək, ucuz başa gəldiyi üçün Çin məhsullarının Avropa bazarında rəqabətliliyini artırır. Amerika, belə deyək, məhsullarına nisbətən və əslində bu gün bütün, belə deyək, böyük proseslərin qarşısında duran da bu məsələdir. Tranzit məsələ. Bu gün dəniz yolları ilə quru yolların rəqabəti gedir. Bir anlıq təsəvvür edin, Çin Avropaya hansısa məhsul daşımaq üçün qurudan, qeyri-qurudan, belə deyək də, okean yollarına hansı yolu keçməlidir? Gəlməlidir Hindistan okeanına, Aralıq dənizi, bəli, belə Qara dəniz. O kanalda bu dəqiqə böhran vəziyyətindədir, Qırmızı dənizdə. Böhran vəziyyətidir, həm də qeyd etdiyim kimi risklidir. Digər tərəfdən də müddət məsələsi, bu 40-50 gün müddətinə, halbuki buradan çox yaxın 20 gün müddətinə öz məhsullarını və bu gün Azərbaycan dövləti tərəfindən, hökuməti tərəfindən, dövlət başçısı tərəfindən həyata keçirilən nəqliyyat infrastrukturunun genişlənmə və diversifikasiya. Baxın, Azərbaycandan Gürcüstan vasitəsilə də yollarımız var. Bakı, Tbilisi, Ceyhan. Qars üzrə istəyirəm. Bu tərəfdən əgər Zəngəzur dəhlizə və hesab edək ki, biz İranla da sazişimizdə, İran ərazisindən də bizim yolumuz olacaqdır. Bu o deməkdir ki, yüklənmənin qarşısı alınır. Daha, belə deyək də, şaxələndirilmiş nəqliyyat imkanları yaranır ki, bu da gələcək yük daşımanın həcmi artdıqca bilirsiniz ki, 25 milyard tona yaxınlaşmalıdır yük daşımaların həcmi 2030-cu ilə qədər. Bəli, və bunun üçün bizdə beynəlxalq limanların sayı artırılması, beynəlxalq hava limanlarının sayının artırılması geniş imkanlar yaradır və qeyd etdiyim kimi də mən düşünürəm ki, növbəti 5 ildə nəqliyyat sektoru, logistika sektoru, neft sektorunun tamamilə imkanını əldə edəcək. Təşəkkür edirik sizə. Sağ olun. Çox sağ olun. Eyüp Kərimli, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert studiyamızda qonaq idi və ilin iqtisadi yekunlarına da məhz Eyüp müəllimlə biz birlikdə nəzər saldıq. Minnətdarıq sizə. Minnətdarıq, çox sağ olun.